Salam, hər vaxtınız xeyir olsun, əzizləyicilərim, xoş gördüm sizi. Bugün də sizə 9 mərtəbəli binanın 8-ci mərtəbəsində yerləşən 3 otaqlı bina evimizi təqdim etməyə gəlmişəm. Gördüyünüz kimi bina evimiz tam təmirlidir, yer döşəməsi metlaqdır, mətbəxlə koridorun yer döşəməsi metlaqdır, otaqlarınki isə laminatdır. Gördüyünüz kimi koridorumuz genişdir, burada qardirob üçün belə bir yer nəzərdə tutulub. Evimiz yəni yeni təmirdən çıxıb. Keçək otaqlarımızı sizə təqdim edim. Gördüyünüz kimi otaqlarımız, qonaq otağımızdan da balkonumuza çıxışımız var. Lüstrları da asılıb. Evimiz tam təmirlidir, yəni sənədləri də tam qaydasında. Qiymətimiz də 125.500 manatdır. Və real alıcıya təbii ki, qiymətində endirim olunacaq. Burada belə bir yataq otağımız. İstilik sistemi mərkəzi istilik sistemidir. Burada da belə bir yataq otağımız. Dediyim kimi evimiz məktəbin, bağçanın, poliklinikanın tam yaxınlığındadır. 9 mərtəbəli binanın 8-ci mərtəbəsidir. Evimiz tam təmirlidir, lifti də təzədir. Tam təmir olunub, evimiz təzə remontdan çıxıb. Hətta mətbəx mebeli belə yığılıb. Qiymətimiz 125.500 manatdır və real alıcıya qiymətində gözəl bir endirim olunacaq. Bu da mətbəximiz, mətbəx meblimiz də yeni yığılıb, təptəzə, çox gözəl bir mətbəx meblimiz var. Sənədlər də tam qaydasında. Və buradan da mətbəxdən də balkona çıxışımız var. Balkonlarımız da tam təmirlidir. Əzizləyicilərimiz, əlaqə saxlamaq üçün TikTok səhifəmizin başlanğıcında əlaqə nömrələrimiz var. Nömrələrimizdə, WhatsApplarımız da aktivdir. Səhifəmizdə həm həyət evləri, həm də bina evlərimiz var. Sırf bu evə görə maraqlananlar səhifəmizdə, WhatsAppımızdan da əlaqə saxlaya bilər, nömrələrlə də əlaqə saxlaya bilərlər. Dediyim kimi, evimiz yerləşir 9 mərtəbəli binanın 8-ci mərtəbəsindədir. 3 otaqlıdır, tam təmirlidir. Qiymətimiz 125.500 manatdır və real alıcı qiymətində endirim olacaq. Və bu da bizim evimizin ümumi sanitar qovşağı tam təmirli. Bizi izlədiyiniz üçün təşəkkür edirəm. Bizimlə tez bir zamanda əlaqə saxlayın ki, bu gözəl evin sahibi siz olasınız. İzlədiyiniz üçün təşəkkür edirəm.